Ana, mən gəldim. Ana, necəsən? Get bala, get. İndi anan yadıma düşür. Nə olub ki, ana? Ne olacaq ki oğul? Mən səni zülmlə doğmuşam, zülmlə böyütmüşəm. Arvad alandan sonra ana yaddan çıxır. Ay ana, sən mənim hara yadımdan çıxsan, ana? Uşaqları məktəbə aparıram, işə gedib gəlirəm. Vallahi deyirəm, bir qram vaxt deyirəm, mən gəlib səni görə bilmirəm. Oğul, uşaq anadan üstündür, arvad anadan üstündür. Bir ildir sən məni axtarıb tapmırsan. Bəlkə mən xəstəyəm, bəlkə mən ac qalıram. Bala, bəlkə mən susuz qalıram. Nə olar ki, ana o gəlir bir gün axtaranda? Ana, mən elə bilirəm də sən özün dolandırırsan. Mən nə qayırım, ana? Dolandıra bilmirəm, tək qalmışam ortalıqda. Mənim gözüm deyirəm Allaha, sən mənim oğlum gəlib mənə də keçək. Məni axtaracaq. Ana, bağışla məni, qurban olum. Mən səni deyib bura gəlmişəm. Görsən hamısını qoymuşam evdə, gəlmişəm, anamı görməyə gedirəm. Sən də gəlmişəm, məni qəbul eləmirsən. Nətər qəbul eləyim oğul? Bir ildə ana sənə nətər qəbul eləsin? Qəlbimi incitibsən sən mənim. Ona görə ki, mənə pis təsir eləyir. Yəni zəhmətlə, zülmlə sizi böyütmüşəm mən. İndi belə oğlanlarda belə fikirlər var ki, evlənən kimi ana yaddan çıxır. Ay ana, mən səni heç vaxt yadımdan çıxartmıram. Həmişə sənin yanında olmaq istəyirəm. Amma ailə uşaq imkan vermir. Mən də istəyirəm gəlib səninlə qalam. Deyirəm gəl gedək məndən gedib qalmırsan.